Biləsən ki, Allaha qarşı zehniyyətdə budur ki, məni Allah sevir və nə edirsə yeganə səbəb sevgidir. Bu baxışla baxaq Allaha. Nə inirsə, nə əmr edirsə, nədən çəkindirirsə, yeganə səbəb məhəbbətdir, sevgidir. Biri də birdən sənə pislik eləyəndə Allaha denən ki, ilahi, mən onu bağışladım, sən narahat olma. Çünki bilirsən, Allah səni sevir. Sənin intiqamı ondan almasın deyə düşürsən, yalvarsan Allaha ki, ilahi, səndən xahiş edirəm ki, mən narahat deyiləm. Dedi, bilmədi, sən də onu cəzalandırma, mənə görə cəzalandırma. Hər gün özümüzü belə yoxlayaq. Analiz verirsən, qanda deyir, hemoglobin bu qədərdir, şəkər filan qədərdir. Qanı yoxlayırsan, bilirsən ki, nə artıqdır, nə əski. Ruhumuzu da hər gün müayinə eləyək. Qanda şükürün miqdarı nə qədərdir? Qanda məcazi deyirəm, ruhun da qanı var da yəqin, məsələn, qan deyək ona. Ruhun da daxilində şükürün miqdarı nə qədərdir? Şükür nədir? Şükür düzgün baxışdır. Şükür nədir? Məndə nə var ona baxıram. Naşükürlük nədir? Nə yoxdur ona baxıram. Şükür baxış məsələsidir. Görün nə qədərdir, həddi nə qədərdir.